Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Savandayıq. Savanda həm marşrut xəttinə yaxın, həm məktəbə yaxın. Demək olar ki, qapısına qədər asfalt, 6 sot torpaq sahəsinin üzərində 150 kvadrat. Bax, belə bir şəxsi tikili həyət evini çıxıbsa, inşallah həyəti təqdim edək sizlərə və sonra keçiriləcək evin içərisinin təqdimatına. Sənəd köhnə icranın sərəncamıdır və ilkin olaraq qiymət 110.000 manatdır. Reallıq olaraq sabit tərəfindən də indirim olunacaq. Evin sağ hissəsində rahatlıqla, yəni sağ hissəsindən keçid etmək olur və qabaq hissəsində bax fikir verin, nəzərdə tutulub, yəni artırmaq, indi qalıb. Yəni Allah hər kəsin malına, mülkünə bərəkət versin. Sağ tərəf tutun, zəhmət olmasa fikir verin. Sağ tərəfdə və həm də sol tərəfdə də var işıqlandırma var, təqdim edəcək sizlərə. Gəlin zəhmət olmasa bura. Evin sol yanında da qaraj da eləmək olar, kim istəsə bisetka da düzəldə bilər. Evin bu hissəsini də verin izləyicilərimiz görsünlər. Ondan nəzərinizə çatdıraq ki, evdə nə varsa əşyalar qalacaq, yəni götürülməyəcək. Və gəlin qabağa giriş hissəsində təqdim edək. Sonra keçirik evin içərisini təqdimatına inşallah. Bu hissəni göstərək, giriş hissəsini göstərək izləyicilərimizə. Biz həyətlərində biraz çoxdan yaşayış yoxdur. Və inşallah keçirək evin içərisini təqdimatına. Sonra da nəzərinizə çatdıraq ki, yəni tək daşlayıq, qoşadaq izləyicilərimiz əksər hallarda maraqlanırlar evlərlə bağlı. Biz çalışdığımız qədər sizlərə təqdim edək. Geniş bir zaldır. Fikir verin, uzun geniş bir zaldır. Otaqlar da yəni kiçikdir, normaldır. Bax, biz zal hissəsini sizlərə təqdim edək. Gördüyünüz kimi böyük bir zal var, səliqəli bir zalı var. Sonra 3 yataq otağından ibarət. Bir zal 3 yataq otağından ibarət. Yataq otaqları demək olar ki, elə normaldır. Və ikinci yataq otağımızı təqdim edək. Və onu nəzərinizə çatdırmışıq və qeyd etmişdik. Əşyalar hamısı qalır, yəni əşyalar götürülməyəcək. Böyle otaqlardır. Yəni kiçik otaqlardır. Üçüncü yataq otağımızı təqdim edək. Və onu da qeyd edək ki, dəyərli izləyicilərimiz, hər otağın aboyu ayrı-ayrılıqdadır. Və mətbəxini göstərək sizlərə. Mətbəxi də genişdir. Həm geniş